Bir qadın sadə bir gözləmə otağında oturub. Amma bilmədiyi bir şey var. O bir təcrübənin içindədir, özü bilmədən. Hər dəfə bir səs gəlir və ətrafındakı hər kəs eyni anda ayağa qalxıb oturur. O əvvəlcə çaşır, amma bir neçə dəfə təkrarlanandan sonra o da qalxmağa başlayır. Sadəcə hamı belə etdiyi üçün. Sonra ən maraqlı hissə gəlir. İnsanlar otaqdan tək-tək çıxmağa başlayır. Qadın tək qalır. Amma səs gələn kimi yenə qalxır, oturur. Artıq bu onun beynində doğru bir davranışa çevrilib. Biraz sonra başqa bir adam içəri girir və qadının hərəkətlərini təəccüblə izləyir. Sonda soruşur: "Niyə qalxıb oturursan?" Qadın isə sakitcə cavab verir: "Hamı belə edirdi." Bir neçə dəqiqə sonra o adam da eyni şeyi etməyə başlayır. Sonra başqaları gəlir və hamısı səbəbini bilmədən eyni hərəkəti təkrarlayır. Və beləliklə heç kimin anlamadığı bir davranış normal sayılır. Bu sadə təcrübə sürü psixologiyasının nə qədər güclü olduğunu göstərir. İllər, nəsillər keçdikcə səhv məlumatlar ötürülür. Xəbərlər, sosial media, beynimizə doğru görünən, amma yanlış fikirlər aşılayır. Və təəssüf ki, bu artıq həyatımızın bir parçasıdır. Ona görə çalışaq sürüyə qoşulanlardan olmayaq. Özümüz düşünməyi bacaraq. Bilmədən qınamağı deyil, araşdırmağı öyrənək. Çünki tək başına düşünmək sürüyə uymamaqdan daha güclüdür. Doğru ilə yanlışı yalnız öz ağlımız ayıra bilər.